Göygöl rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində dəhşətli yol qəzası qeydə alınıb. Hadisə Göygöl rayon mərkəzi xəstəxanasının düz qarşısında yaşanıb. Hərəkətdə olan Hyundai markalı minik avtomobili ilə mikroavtobus toqquşub, nəticədə 3 nəfər ağır yaralanıb. Zərbənin təsirindən mikroavtobus yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alanlar Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Dərhal onlara xəstəxanada lazımi tibbi yardımlar göstərilib. 16 aprel 2025-ci il tarixdə saat 8:10 radələrində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 3 nəfər, 2 kişi cinsli, 1 qadın cinsli olmaqla Göygöl rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılmışdır. Mikroavtobusla minik maşınının toqquşması zamanı xəsarət alanlar 1999-cu il təvəllüdlü Seymur Pənahov, 1962-ci il təvəllüdlü Namiq İsayev və 2005-ci il təvəllüdlü Ətlas İsmayılovadır. Qəzaya düşən 31 nömrəli xətt üzrə işləyən mikroavtobus Gəncə Göygöl marşrutu kimi fəaliyyət göstərib. Qeyd edək ki, xəsarət alanlar mikroavtobusun sərnişinləri olub. Qəzadan sonra hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.